Azadlıq Radiosunun Ukrayna xidmətinin müxbiri Serhiy Horbatenko Donetsk vilayətinin cəbhəyə ən yaxın şəhərlərindən olan Sverskdə dağıntıları çəkib. O nəhəng çuxura bax. Yevhen Tkaçov yerli sakinlərə yardım gətirir. O, burada yaşamaq üçün kəndlilərə kömək edən az saylı insanlardandır. Bura əvvəl şəhərin mərkəzi idi. Çox sıx yaşayış var idi. Burada çox mərtəbəli binalar, bazar, bir çox mağazalar var idi. İndi isə hər yer viran qalıb. Yanğın söndürmə xidməti də dağıdılmamışdan əvvəl buradaydı. Ölənləri xəstəxananın yaxınlığında bastırırdılar. Ось лікарня, он людей поховали просто біля неї. Şəhərdə qalan az saylı yerlilər sığınacaq kimi zirzəmilərdə yaşayırlar. Боже мій. Подивіться лише, що сталося з Сіверськом. Xəstəxanamız dağıdılıb, məktəb binası zədələnib. Bir neçə gün əvvəl 5 mərtəbəli yaşayış binasına mərmi düşdü. Zirzəmidə yaşayan bir qadın və əri dağıntıların altında qaldı. Bütün 5 mərtəbə çökdü. Жили там. В підвалі. Завалило їх і привалило і вдарило там. Ну, як би сказати, Ну, привалила з п'ятого по перший. з п'ятого Це ж пліти, по перший, його не плитами. розкопати. Qadının anası kömək üçün ora-bura qaçırdı, yalvarırdı, amma kömək edəcək heç kim yox idi. Як людей немає там, ніхто не піде. Son zamanlar Rusiya qüvvələrinin şəhərə hücumu artıb. Siverskdə artilleriya səsləri eşidilir. Şəhərdə demək olar ki, heç kim qalmayıb. Dağıntılara baxanda bilmək olur ki, burada heç kim yaşamır. Sadəcə xarabalıqlar qalıb. Sversk Donetsk vilayətinin müdafiəsində Ukrayna ordusunun əsas logistika mərkəzi rolunu oynayır. Bu da onu Rusiyanın daha çox Ukrayna torpağını ələ keçirmə cəhdlərində əsas hədəfə çevirir.